Salam əziz izləyicilər. Mən sizin riyaziyyat müəlliminiz Nəzrin İsmayıllı. Bugün sizlərlə birlikdə bərabərsizliklər mövzusunun izahına baxacağıq. Bərabərsizliklər nədir? Bərabərsizliklər kiçikdir, böyükdür, kiçik bərabərdir, böyük bərabərdir işarələri vasitəsilə əmələ gələn ifadələrə deyilir. Məsələn, A kiçikdir 7. A 7-dən kiçik ədədlər, yəni A bərabərdir 6, 5, 4, 3 və s. ədədlər ala bilər. 7-dən kiçik ədədlərin içərisinə təbii ki də mənfi ədədlərimiz də daxildir. Kiçikdir və kiçikdir bərabərdirin fərqi isə ondan ibarətdir ki, kiçikdir olduqda ədədin özü daxil olmur, amma kiçikdir bərabərdir olduqda isə həmin ədədin özü də daxil olur. Məsələn, A kiçik bərabərdir 7 olduqda, burada A ədədinin içərisinə 7 də daxildir. 7 və ondan kiçik ədədlər. 3, 2 və s. Biz bunu intervallar metodu ilə də yaza bilərik. İntervallar metodu nədir? İntervallar metodunda biz ən çox qapalı mötərizə və açıq mötərizə və müsbət sonsuzluq və mənfi sonsuzluq anlayışlarından istifadə edəcəyik. Müsbət sonsuzluq dedikdə sonsuz davam edən müsbət ədədlər, mənfi sonsuzluq dedikdə isə mənfi davam edən mənfi ədədlər nəzərdə tutulur. İntervallarda isə açıq mötərizə və qapalı mötərizənin fərqi ondan ibarətdir ki, əgər kiçikdir, böyükdür ifadələrindən istifadə olunubsa açıq mötərizə, kiçikdir, bərabərdir və böyükdür, bərabərdir ifadələrindən istifadə olunubsa qapalı mötərizə olacaq. Məsələn, deyək ki, A böyükdür 2,5. A 2,5-dən böyük olduğu üçün biz bunu interval şəklində böyükdür, bərabərdir deyil, böyükdürdür sadəcə. Ona görə biz bunu açıq mötərizə içərisində 2,5-dən böyük ədədlər olduğu üçün 2,5-dən müsbət sonsuzluğa şəklində yazacağıq. Qeyd etmək lazımdır ki, müsbət sonsuzluq və mənfi sonsuzluq açıq mötərizələr içərisində yazılır. İki qat bərabərsizliklər nədir? İki qat bərabərsizliklər iki bərabərsizlik işarəsi vasitəsilə ifadə olunan bərabərsizliklərə deyilir. Məsələn, deyək ki, 2 kiçik bərabərdir x kiçikdir 7. X bərabərdir 2 və 7 arasında olan ədədlər nəzərdə tutulur. 2 və 7 arasında olan ədədlər və kiçikdir bərabərdir işarəsi var deyə bizim ədədlərimiz 2, 3, 4, 5, 6 olacaq. Lakin kiçikdir işarəsi var deyə 7 buraya daxil deyil. İnterval şəklində yazmaq istəsək, 2-dən 7-yə qədər yazacağıq. Kiçikdir işarəsi olduğu üçün açıq mötərizə, kiçik bərabərdir işarəsi olduğu üçün 2-ni isə qapalı mötərizə daxilində yazmaq lazımdır. Bərabərsizliklərin sonra isə bərabərsizliklər üzərində əməllərə keçəcəyik. Bərabərsizliklər üzərində toplama əməli, çıxma, vurma və bölmə əməllərindən istifadə olunur. Əvvəlcə toplama tərəf-tərəfə toplama ilə başlayaq. Tərəf-tərəfə toplama dedikdə ilk öncə onu qeyd etmək lazımdır ki, bərabərsizliklər üzərində əməllərdən istifadə edərkən bərabərsizliklərin işarələri eyni olmalıdır. Fərqli işarə ilə bərabərsizlikləri üzərində əməllər aparmaq olmaz. Məsələn, deyək ki, A kiçikdir x kiçikdir b, C kiçikdir y kiçikdir d bərabərsizliklərini tərəf-tərəfə toplamalıyıq. Tərəf-tərəfə toplama A-nın üzərinə C gələcəyik. İşarəmiz olduğu kimi qalacaq. X-in üzərinə y gələcəyik. Kiçikdir. B-nin üzərinə isə d gəlməliyik. Deməli, x üstə gəl y ifadəmiz A plus C-dən kiçik, A plus C-dən böyük, B plus D-dən isə kiçik olacaqdır. İkinci əməlimiz çıxma əməli. Bərabərsizliklər üzərində çıxma əməli çarpaz şəkildə ifadə olunur. Necə? A kiçikdir x kiçikdir b çıxılsın.
C kiçikdir Y kiçikdir D. Çıxma və bölmə əməllərində çarpaz şəkildə etmək lazımdır. Necə? A və D, B və C. A-dan D-ni çıxacağıq. X-dən Y-i çıxmalıyıq. Eyni qayda ilə çarpaz şəkildə B-dən isə C-ni çıxmaq lazımdır. Çıxma əməlindən danışdıqdan sonra keçəcəyik vurma əməlinə. Vurma əməli toplama əməli ilə eynidir. Tərəf-tərəfə. A kiçikdir X kiçikdir B vurulsun. C kiçikdir Y kiçikdir D olduqda tərəf-tərəfə vurmalıyıq. A vurulsun C, kiçikdir X vurulsun Y, B isə D-yə vurulacaq. B vurulsun D-yə. Dördüncü əməlimiz bölmə əməli. Bölmə əməli isə çıxma əməli ilə oxşardır. Yəni çarpaz şəkildə böləcəyik. Necə? A kiçikdir X kiçikdir B bölünsün. C kiçikdir Y kiçikdir D. A-nı D-yə bölməliyik, B-ni isə C-yə böləcəyik. Yəni çarpaz şəkildə. A bölünsün D, kiçikdir X bölünsün Y, kiçikdir B bölünsün C olacaqdır. Bu isə bərabərsizliklər üzərində əməllərdir. Bərabərsizliklər üzərində əməllərə dair bir misala baxaq. Bərabərsizliklər əməlləri üzərində bir misala baxaq. Məsələn, 14-cü misala. Bizdən 3 kiçikdir 3x kiçikdir 6 və 3 kiçikdir y kiçikdir 5 olarsa x üstəgəl y cəmini qiymətləndirin deyir. Bizdə 3x verildiyi üçün, lakin bizdə sualda x soruşulduğu üçün hər tərəfi əvvəlcə 3-ə bölmək lazımdır. 3-ü 3-ə böldükdə 1 kiçikdir. 3x-i 3-ə böldükdə x 1 kiçikdir, x kiçikdir, 6-nı 3-ə böldükdə isə 2 alınacaq. Eyni qayda ilə bizdən y tələb olunduğu üçün y eynidir. Beləcə də qalacaq. Bunların toplanması nəzərdə tutulduğu üçün tərəf-tərəfə toplamaq lazımdır. Tərəf-tərəfə toplamaq üçünsə bayaqki qaydadan istifadə edəcəyik. 1-in üzərinə 3 gəldikdə 4 kiçikdir. X-in üzərinə y gəldikdə x üzərinə gəlinsin y kiçikdir. 2-nin üzərinə 5 gəldikdə isə 7 alınacaq. Yəni x üzərinə gəlinsin y 4 və 7 arasında yerləşəcək. Yəni cavabımız olacaq C variantı. Bərabərsizliklər üzərində əməllərdən keçdikdən sonra bərabərsizliklərin bəzi xassələrinə baxaq. Bərabərsizliklərin xassələri nələrdir? Bərabərsizlikdə əgər A B-dən böyükdürsə və C sıfırdan böyük müsbət ədədi vardırsa, A üzərinə gəlinsin C böyükdür, B üzərinə gəlinsin C olacaq. Eyni qayda ilə A çıxılsın C böyükdür, B çıxılsın C şəklində olacaq. Yəni, müsbət ədəd üzərinə əlavə etdikdə və çıxıldıqda bərabərsizliyin işarəsi eyni şəkildə qalacaq. İkinci qayda. Əgər C müsbət ədəddirsə və A B-dən böyükdürsə, müsbət ədədə vurduqda hər tərəfi eyni qayda ilə bərabərsizliyimizin işarəsi eyni qalacaq. Lakin bir məqam var ki, əgər A B-dən böyükdürsə və C-miz mənfi ədəddirsə, mənfi ədədə vurduqda bərabərsizliyin işarəsi dəyişəcək. Necə? A vurulsun C böyükdür olacaq, kiçikdir, B vurulsun C-yə. Bu məqam çox çaşdırıcı məqamdır. Buna görə şagirdlər buna diqqət yetirməsi lazımdır. Dördüncü. Əgər bizdə A böyükdür B və C sıfırdan böyük ədədləri verilibsə, ədədləri bərabərsizliklərin ədədlərinin hər tərəfini C-yə böldükdə və C müsbət ədəddirsə, bərabərsizliyin işarəsi olduğu kimi qalacaq.
Lakin burada C mənfi ədəddirsə, yəni mənfi ədədə böldükdə A B-dən böyükdürsə, A bölünsün C, B bölünsün C-ni müqayisə etmək tələb olunursa, mənfi ədədə böldükdə bərabərsizliyin işarəsi dəyişəcək. Ümumi olaraq belə söyləmək olar ki, bərabərsizliyi müsbət ədədə vurduqda və ya böldükdə bərabərsizliyin işarəsi dəyişmir. Mənfi ədədə vurduqda və ya böldükdə bərabərsizliyin işarəsi əksinə dəyişir. Bərabərsizliklərin xassələri haqqında danışdıqdan sonra keçirik bərabərsizliklərin, yəni iki dəyişənli tənliklərin, daha doğrusu tənliklərin birləşməsi və kəsişməsinə. Birləşmə və kəsişməni necə tapırıq? Birləşmə və kəsişməni ən çox intervallar üsulu ilə tapacağıq. Məsələn, bizə verilib ki, mənfi sonsuzluqdan 2-yə və 1-dən 4-ə intervallarının birləşməsini və kəsişməsini tapın. Necə tapırıq? Əvvəlcə birləşməni izah edək. Ədəd oxu çəkirik bunun üçün. Ədədləri kiçikdən böyüyə düzmək lazımdır. Sol tərəf mənfi sonsuzluq, yəni mənfi ədədlər, sağ tərəf isə müsbət sonsuzluq, yəni müsbət ədədlərdir. Kiçikdən böyüyə ədədləri düzürük. 1, sonraki ədədimiz 2, daha sonra isə 4 ədədi gələcək. 1, 2 və 4. İndi baxırıq intervallara. Qapalı olduğu üçün 2-nin içərisini, yəni dairəsini doldurmaq lazımdır. 1 qapalı olduğu üçün içərisini doldurmaq lazımdır. 4 açıq mötərizədə olduğu üçün içərisini boş saxlamaq lazımdır. Mənfi sonsuzluqdan 2-yə deyir deyə bizə intervalda, mənfi sonsuzluqdan 2-yə qədər biz intervalı ştrixləyirik. İkincidə isə 1-dən 4-ə qədər tələb olunduğu üçün biz 1-dən 4-ə qədər ştrixləyirik. Birləşmə dedikdə bu iki intervalların cəmi nəzərdə tutulur. Bu iki intervallar mənfi sonsuzluqda başlayıb 4-də bitdiyi üçün mənfi sonsuzluqdan 4-ə qədər olacaqdır. Mənfi sonsuzluqdan 4-ə qədər mənfi sonsuzluq təbii ki açıq mötərizədə, 4 isə açıq olduğu üçün onu da açıq mötərizə daxilində yazmaq lazımdır. İndi isə bu intervalların kəsişməsinə baxaq. Kəsişmə dedikdə hər ikisində ortaq həllər nəzərdə tutulur. Hər ikisində ortaq olan həll, yəni həm aşağıda ştrixlənmiş, həm yuxarıda ştrixlənmiş hissə 1-dən 2-yə qədər olan hissədir. Ona görə kəsişməmiz 1-dən 2-yə qədər olacaq. Hər ikisi qapalı dairələrin içərisində olduğu üçün 1 və 2-ni qapalı mötərizə daxilində yazmaq lazımdır. Birləşmə və kəsişmədən danışdıqdan sonra birdəyişənli xətti bərabərsizliklərdən danışaq. Xətti bərabərsizliklər nədir? Xətti bərabərsizliklər. Xətti bərabərsizliklər xətti tənliklər necədirsə, sadəcə burada bərabərsizliklər işarəsindən istifadə edəcəyik. Yəni, AX üzərinə gəlinsin B böyükdür 0 və yaxud da kiçikdir 0, böyük bərabərdir 0, kiçik bərabərdir 0 işarələrindən istifadə etməklə əmələ gəlir. Xətti bərabərsizlikləri həll etmək üçün tənliklər necə həll edilir, elə etmək lazımdır, lakin bərabərsizliyin işarəsini saxlamaq lazımdır. İki xətti bərabərsizlikdən ibarət olan ifadələrə xətti bərabərsizliklər sistemi və yaxud da xətti bərabərsizliklər heyəti deyilir. Xətti bərabərsizliklər heyəti dedikdə A1x üzərinə gəlinsin B bərabərdir C1, A2x üzərinə gəlinsin B2 bərabərdir C2 şəklində heyət dedikdə bunlar arasındakı qapalı mötərizə olur. Xətti bərabərsizliklər sistemi dedikdə isə eyni qayda ilə tənliklər eyni olacaq, xətti tənliklər olacaq, xətti bərabərsizliklər olacaq, üzürlü sayın.
A 2x üzərinə gəlinsin B2 böyük bərabərdir 0 olacaq. Lakin sistem dediyi üçün biz onu sistemə almalıyıq. Xətti bərabərsizliklər heyəti və sistemini tapmaq üçün əvvəlcə hər iki bərabərsizliklər həll edilir. Sonra heyət dedikdə bu həllərin birləşməsi tapılır. Sistem dedikdə isə bu həllərin kəsişməsini tapmaq lazımdır. Buna dair bir misala baxaq. Məsələn, 15-ci misala baxaq. 15-ci misalda bərabərsizliklər heyətini həll edin deyir bizə. Əvvəlcə ayrı-ayrılıqda xətti bərabərsizlikləri həll edək. 2x çıxılsın 4 böyükdür 6 olduğu üçün biz 6 olduğu kimi saxlayaq. Mənfi 4-ü sağ tərəfə keçirdikdə olacaq müsbət 4. 2x böyükdür 6 üzərinə gəlinsin 4, 10. Bərabərsizliyin hər tərəfini müsbət 2-yə böldükdə x böyükdür 5 alınacaq. Bu birinci bərabərsizliyimizin həlli. İkinci bərabərsizliyimizi həll edək. 5x kiçikdir 42 sağ tərəfdə qalır. Müsbət 2 42 sağ tərəfdə qalır. Müsbət 2 sağ tərəfə keçdikdə olur mənfi 2. 5x kiçikdir 42-dən 2 çıxdıqda 40. Hər tərəfi müsbət 5-ə böldükdə isə x kiçikdir 8 alınacaq. İndi isə heyət olduğu üçün bərabərsizliklər heyəti bizə tələb olunduğu üçün bu bərabərsizliklərin birləşməsini tapmalıyıq. Ədəd oxu üzərində qeyd edək. 5-dən böyük ədədlər dediyi üçün bu olacaq 5-dən müsbət sonsuzluğa və böyükdür işarəsidir deyə açıq mötərizə içərisində. 8-dən kiçik ədədlər dediyi üçün mənfi sonsuzluqdan 8-ə qədər olacaq və açıq mötərizə daxilində. İndi isə kiçikdən böyüyə ədədlərimizi qeyd edək. 5 ən kiçik ədədimizdir, sonra isə 8. 5 və 8-i qeyd etdikdən sonra mənfi ədədlərimiz mənfi sonsuzluq, müsbət ədədlərimiz müsbət sonsuzluq olacaq. Birinci intervalda 5-dən müsbət sonsuzluğa dediyi üçün 5-dən müsbət sonsuzluğa qədər ştrixləyirik. İkinci intervalda mənfi sonsuzluqdan 8-ə dediyi üçün mənfi sonsuzluqdan 8-ə qədər ştrixləyirik. Sonda bərabərsizliklər heyəti bizdən tələb olunduğu üçün bu iki bərabərsizliyin birləşməsi, yəni cəmini tapmaq lazımdır. Yəni, mənfi sonsuzluqda başlamışıq, müsbət sonsuzluqda isə bitirmişik. Ona görə bu bərabərsizliklər heyətinin həlli mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər olacaq. Yəni, C variantı olacaq. İndi isə keçək bərabərsizliklər, xətti bərabərsizliklərdən danışdıqdan sonra kvadratik bərabərsizliklərə. Kvadratik bərabərsizliklər kvadratik tənliklərin bərabərsizlik formasında verilməsidir. Bildiyimiz kimi kvadratik tənliklərimiz ax kvadratı üstəgəl bx üstəgəl c böyükdür 0, kiçikdir 0, böyük bərabərdir 0 və kiçik bərabərdir 0 ifadələri ilə verilmiş bərabərsizliklərə kvadratik bərabərsizliklər deyəcəyik. Kvadratik bərabərsizlikləri həll etmək üçün əvvəlcə onların həqiqi köklərini tapmaq lazımdır. Həqiqi köklər tapıldıqdan sonra intervallar üzərində kiçikdən böyüyə ədədlər qeyd edilir. Onlar müəyyən aralıqda kvadratik bərabərsizliyimizdə müəyyən bir rəqəm verilir. Onun müsbət və ya mənfi olduğu tapılır. Sonda isə bizdən sıfırdan böyük, yəni müsbət soruşularsa müsbət hissəni, sıfırdan kiçik soruşularsa mənfi hissəni seçmək lazımdır. Buna aid bir misala baxaq.
Misala baxaq. X kvadratı üzərinə gəlinsin 4x çıxılsın 5 kiçik bərabərdir 0 bərabərsizliyini həll edin deyir bizə. Bu bərabərsizlik kvadratik bərabərsizlik olduğu üçün kvadratik tənlikləri necə həll edirik? Elə köklərini tapmaq lazımdır. Bu kökləri tapmaq üçün ya Viet teoremindən ya da diskriminantdan istifadə etmək lazımdır. Diskriminant üsulu ilə baxaq. Diskriminant bərabərdir b kvadratı çıxılsın 4ac-yə. Diskriminant bərabərdir. B-miz 4-dür. 4-ün kvadratı çıxılsın 4 vurulsun, mənfi 5 olacaq. Bərabərdir. Mənfi ilə birlikdə olacaq müsbət işarəsi. 4-ün kvadratı 16. Üzərinə gəlinsin 4 vurulsun 5, 20. 16-nın üzərinə 20 gəldikdə isə 36 alınacaq. Diskriminantımız 36-dır. Keçək kökləri tapaq. X1 bərabərdir mənfi b. Mənfi b dedikdə isə 4-ün əksi, yəni mənfi 4. Üzərinə gəlinsin. Kök altında diskriminant. Diskriminantımız 36-dır. Kök altında 36 bölünsün 2a. A isə x kvadratının qarşısında olan əmsaldır. O da olmadığı üçün biz onu 1 götürməliyik. 2 vurulsun 1 isə edəcək 2. Bərabərdir. Mənfi 4-ün üzərinə gəlirik. Kök altda 36 çıxır 6 bölünsün 2. Mənfi 4-ün üzərinə 6 gəldikdə 2. 2-ni 2-yə böldükdə isə 1 alınacaq. Birinci kökümüz demək 1 imiş. İkinci kökü tapaq. İkinci kökü tapdıqda isə birinci kökdə sadəcə müsbət işarəsi yerinə mənfi işarəsi yazmaq lazımdır. Yəni mənfi 4 çıxılsın 6 bölünsün 2 bərabərdir. Mənfi 4-dən 6 çıxdıqda mənfi 10, mənfi 10-u 2-yə böldükdə isə mənfi 5 alınacaq. Köklərimiz mənfi 5 və 1-dir. Keçirik interval üsulundan istifadə etməyə. Köklərimizi qeyd edək. Mənfi 5 və 1. İntervallara ayıraq. Mənfi 5 kiçik olduğu üçün mənfi 5-i birinci, 1 böyük ədəd olduğu üçün ikinci yazdım. Və bizdən 0-dan kiçik bərabər olduğu üçün hər ikisinin içərisini doldurmaq lazımdır. Sonra isə 1-dən böyük qiymətlər, mənfi 5 və 1 arasında qiymətlər və mənfi 5-dən kiçik olan qiymətlər qoyub, bu tənliyin müsbət və ya mənfi olmasını təyin edəcəyik. Bunun bir asan yolu daha var. X kvadratının qarşısı müsbət olduqda həmişə müsbət işarə ilə başlayır. Əgər burada cüt dərəcədən qüvvət yoxdursa. Müsbət olduqdan sonra özünün əksi şəklində davam edir. Müsbət, mənfi, müsbət. Lakin burada kvadratik, yəni kvadratlar olsaydı, bu belə olmayacaqdı. Bizdən 0-dan kiçik aralıq tələb olunduğu üçün mənfi 5-dən 1-ə qədər olacaq. İnterval şəklində yazaq. Hər ikisi dolu olduğu üçün qapalı mötərizədə mənfi 5-dən 1-ə qədər qeyd etmək lazımdır. Cavabımız isə mənfi 5-dən 1-ə qədər olacaqdır. Məsələn, 11-ci misala baxaq. 11-ci misalda 11-ci misalda bizdən x üstəgəl 1 vurulsun, x çıxılsın 3, kiçik bərabərdir 0 ifadəsi tələb olunur. Burada kvadratik bərabərsizlik yox, sadəcə köklər verilmişdir və biz bu hasillər şəklində verilmiş çoxhədliləri 0-a bərabər edəcəyik. Necə? Hər birinin köklərini tapmaq üçün hər birini ayrı-ayrılıqda 0-a bərabər edək. Yəni, x üzərinə gəlinsin 1. X üzərinə gəlinsin 1. Bərabərdir 0-a. X-i buradan tapacağıq ki, kökümüz mənfi 1-dir 1-i. X çıxılsın 3 bərabərdir 0-a. Tənliyimizin digər kökünü tapırıq ki, 3-dür. Eyni qayda ilə intervallar üsulundan istifadə edirik. Köklərimizi qeyd edirik. Mənfi 1-dən 3-ə qədər. Müsbət mənfi olmasını qeyd etmək lazımdır. Eyni qayda ilə x-in qarşısı müsbətdir.
digərində də x-in qarşısı müsbətdir. Müsbət olduğu üçün müsbətlə başlayırıq və burada hər hansısa bir cüt dərəcədən qüvvət olmadığı üçün biz sadəcə onun əksi şəklində davam edirik. Müsbət, mənfi, müsbət olacaqdır. Və bizdən sıfırdan kiçik bərabər olduğu üçün biz mənfi 1 ilə 3-ün içərisini doldurmalıyıq. Sıfırdan kiçik, yəni mənfi aralıq tələb olunduğu üçün mənfi aralıq mənfi 1-dən 3-ə qədər olacaqdır. Və hər ikisi qapalı mötərizədə olmalıdır. Çünki bizdə dairələrin içərisini dolu yazmışdıq. Kvadratik bərabərsizlikləri həll etdikdən sonra biz keçirik rasional bərabərsizliklərə. Rasional bərabərsizliklər rasional tənliklərin sadəcə bərabərsizlik formasında verilməsidir. Əsas diqqətli olmalı məqamımız budur. Px bölünsün Qx böyükdür 0, kiçikdir 0, böyük bərabərdir 0 və yaxud da kiçik bərabərdir 0 şəklində verilməsinə rasional bərabərsizliklər deyilir. Rasional bərabərsizliklərdə əsas diqqətli olmağımız gərəkən məqam məxrəc sıfırdan hər zaman fərqli olmalıdır. Uşaqlar bəzən kökləri tapır, sıfırdan böyük bərabər verilir. Lakin Qx-in də dairəsinin içərisini doldurur. Bu zaman bu yanlış olur. Çünki məxrəc heç vaxt sıfır ola bilməz. Məxrəci həmişə sıfırdan fərqli götürmək lazımdır. Və tənliyin köklərini tapıb kvadratik bərabərsizlikdə olduğu kimi intervallar üsulundan istifadə edəcəyik. Buna dair bir misala baxaq. Birinci misala baxaq. Bərabərsizliyinin ən böyük mənfi tam həllini tapın deyir bizə. Birinci əvvəlcə surəti sıfıra bərabər edib tənliyimizin kökünü tapaq. 5 çıxılsın x sıfıra bərabərdirsə x bərabər olacaq 5-ə. İkinci, məxrəci sıfırdan fərqli götürməliyik deyə x üzərinə gəlinsin 2, sıfırdan fərqli yazmalıyıq. Yəni x burada mənfi 2-dən fərqli qiymətlər almalıdır. İndi isə keçirik intervallar üsulumuza. Mənfi 2 və 5 olduğu üçün köklərimiz mənfi 2-ni və 5-i qeyd etməliyik. Kiçik təbii ki də mənfi 2 olduğu üçün birinci mənfi 2-ni, sonra isə 5-i qeyd edirik. Baxırıq ki, mənfi x, burada x-in qarşısı mənfidir, x-in qarşısı müsbətdir və burada kvadratik bərabərsizlik deyə bir şey yoxdur deyə mənfi 1-i müsbət 1-ə vurduqda mənfi ilə başlayacağıq. Mənfi ilə başladığımız üçün əksinə dəyişəcək, mənfi, müsbət və mənfi. Bərabərsizliyin ən böyük mənfi tam həllini tələb edir. Bizdən sıfırdan kiçik bərabərdir soruşurdu deyə biz kökümüzün, yəni 5-i qapalı dairə içərisində yazacağıq. Lakin məxrəc sıfır ola bilməz deyə mənfi 2-ni açıq dairə içərisində yazırıq. Sıfırdan kiçik bərabər ifadəsi olduğu üçün bizdən mənfi ədədlər tələb olunur. Yəni mənfi sonsuzluqdan mənfi 2-yə, mənfi 2 açıq olduğu üçün açıq, birləşir, qapalı mötərizə içərisində 5-dən müsbət sonsuzluğa qədər olacaq. Ən böyük mənfi tam həllini tələb etdiyi üçün mənfi 2-yə qədər olduğu üçün mənfi 2 buraya daxil deyil. Yəni ən böyük mənfi tam həllimiz mənfi 1 olacaqdır. Yəni D variantı. 12-ci misala baxaq, rasional bərabərsizliyə dair. 12-ci misalda bərabərsizliyin rasional bərabərsizlikdir və bizə bərabərsizliyi həll edin soruşulur. Bu bərabərsizliyi həll etmək üçün əvvəlcə məxrəcə diqqətlə fikir vermək lazımdır. Məxrəcə
x kvadratı üzərinə gəlinsin 9 olduğu üçün baxırıq ki, o müsbət ədədin və yaxud da mənfi ədədin cüt dərəcədən qüvvəti müsbət ədəd verəcək. Müsbətlə müsbətin cəmi isə müsbət olduğu üçün məxrəc həmişə müsbət ədəd verəcək. Və x kvadratı üzərinə gəlinsin 9-u sıfırdan fərqli etmək istəsək, x kvadratı fərqlidir -9, yəni cüt dərəcədən mənfi ola bilməz deyə məxrəc onsuz da 0 heç vaxt ola bilməz. Yəni həmişə müsbət ədəddir. Və bizdən soruşulan ifadə sıfırdan kiçik bərabər olduğu üçün, yəni mənfi olmalıdır. Aşağı həmişə müsbət olduğu üçün biz hansı ədədi müsbət ədədə böldükdə mənfi ədəd alarıq? Mənfi ədədi. Ona görə x kvadratı çıxılsın 9 ifadəsini sıfırdan kiçik bərabər edib həll etmək lazımdır. X kvadratı çıxılsın 9-u müxtəsər vurma düsturu ilə açsaq və yaxud da tənliyin köklərini tapsaq, x kvadratı çıxılsın 9 bərabərdir 0, x kvadratı bərabərdir 9, x isə bərabərdir müsbət -3-ə. İnterval quraq. Əvvəlcə -3-ü qeyd edək, sonra isə müsbət 3-ü qeyd edək. Sıfırdan kiçik bərabərdir olduğu üçün hər ikisinin içərisini doldurmaq lazımdır. X kvadratının qarşısı müsbətdir deyə müsbətlə başlayırıq, sonra mənfi, sonra müsbət, yəni əksinə dəyişəcəyik. Bizdən mənfi ədədlər tələb olunduğu üçün intervalımız mənfi hissə olacaq, yəni -3-dən müsbət 3-ə qədər. Hər ikisi dolu olduğu üçün qapalı mötərizə daxilində yazmaq lazımdır. -3-dən müsbət 3-ə qədər, yəni cavab B variantı. Bəzən variantlarda qapalı -3, müsbət 3, Y variantında isə açıq -3, müsbət 3 verilmişdir. Uşaqlar bəzən buna fikir verməyərək açıq -3, müsbət 3-ü qeyd edir. Lakin bu səhvdir. Qapalı mötərizə olmalıdır. Çünki surət 0 ola bilər. Sıfırdan kiçik bərabər olduğu üçün qapalı -3, müsbət 3 qeyd etmək lazımdır. Rasional bərabərsizliklərdən danışdıqdan sonra keçirik modul bərabərsizliklər. Modul bərabərsizliklər eyni qayda ilə modul tənliklər vasitəsilə verilir. Lakin burada sıfırdan kiçik, sıfırdan böyük, yəni bərabərsizlik formasında verəcəyik. Modulda fx funksiyası sıfırdan kiçik, sıfırdan böyük, sıfırdan kiçik bərabər və yaxud da sıfırdan böyük bərabər ola bilər. Modul bərabərsizlikləri həll etmək üçün necə həll edirik? Modul bərabərsizlikləri kiçikdir ifadəsi olduqda birinci hal üçün baxaq. İkinci hal üçün modulda fx böyükdür sıfırdan olduğu hal üçün birlikdə baxaq. Fx sıfırdan və yaxud da bunu a yazaq. Fx-i a-dan kiçik götürdükdə necə yazacağıq? Fx funksiyasını kiçikdir a olduğu kimi bir dəfə müsbət formasında açaraq fx kiçikdir a-nı həll edəcəyik. Digər halda isə fx olduğu kimi qalacaq. Bərabərsizliyin işarəsini və buradakı tənliyin, yəni ifadənin işarəsini də əksinə dəyişmək lazımdır. Burada önəmli olan bir məqam vardır ki, modul bərabərsizlikdə əgər kiçikdir varsa, sonda tənliklər sistemi, yəni kəsişməsi tapılır. Fx böyükdür a olduqda isə eyni qayda ilə ilk olaraq fx böyükdür a-nı həll edəcəyik. İkinci halda isə fx kiçikdir mənfi a-nı həll etməliyik. Buradakı məqam odur ki, böyükdür olduqda isə biz birləşməni tapacağıq sonda həllərin. Bunu isə asan yadımızda saxlamağın asan yolu kiçikdir k hərfi ilə başlayır, kəsişmə k ilə başlayır, elə yadımızda saxlayaq. Böyükdür b hərfi ilə, birləşmə isə b hərfi ilə başlayır, birləşmə tapacağıq. İndi isə modul bərabərsizliklərə dair bir misala baxaq.
İkinci misala baxaq. Modulda x üzərinə gəlinsin 3 böyükdür 1 bərabərsizliyini həll edin deyir bizə. Əvvəlcə bildiyimiz qayda ilə, bayaq işlətdiyimiz qaydadan istifadə edərək x üzərinə gəlinsin 3-ü 1-dən böyük edirik. Digər halda isə x üzərinə gəlinsin 3 böyükdürün işarəsini dəyişib kiçikdir, 1-in işarəsini dəyişib -1 yazırıq. Və bizdən böyükdür işarəsi olduğu üçün sonda həllərin birləşməsini tapmaq lazımdır. Yəni, heyət tapacağıq. X üzərinə gəlinsin 3 1-dən böyükdürsə, birinci tənliyi həll edək, bərabərsizliyi həll edək. 1-dən 3 çıxdıqda -2, ikincidə isə x kiçikdir, -1-dən 3 çıxdıqda -4. İndi isə keçək intervallara. -2 və -4-ü qeyd etmək lazımdır. Kiçik ədədimiz -4 olduğu üçün -4 əvvəlcə, sonra isə -2-ni qeyd edəcəyik. -2-dən böyük ədədlər tələb olunduğu üçün -2-dən böyükləri ştrixləyirik. -4-dən kiçik olduğu üçün -4-dən kiçik hissəni rəngləyirik. Bizdən birləşmə tələb olunduğu üçün birləşmə hər ikisinin cəmi deməkdir. Yəni, mənfi sonsuzluqdan -4-ə qədər və açıq mötərizə daxilində olduğu üçün açıq birləşir. -2-də başlayıb müsbət sonsuzluqda bitirmişik. Bunun üçün də -2-dən müsbət sonsuzluğa qədər olacaqdır. Yəni, cavabımız mənfi sonsuzluq -4, -2, müsbət sonsuzluq, yəni E variantı olacaqdır. İndi isə üçüncü misala baxaq. Üçüncü misalda bizdən bərabərsizliyinin ən böyük tam həllini tapın deyir. Bu bərabərsizliyi həll etmək üçün bizdən əvvəlcə bayaq istifadə etdiyimiz qaydadan istifadə edəcəyik. Qayda necə idi? Əvvəlcə birinci modul içərisindəki ifadəni olduğu kimi yazırıq. Yəni, modulda x çıxılsın 3 kiçikdir 4 olacaq. X çıxılsın 3 kiçikdir 4. Modul içərisindəki ifadəni olduğu kimi saxlayıb, bərabərsizliyin işarəsini və 4-ün işarəsini dəyişirik. Və bizdən kiçikdir olduğu üçün sonda alınan həllərin kəsişməsi tapılacaq. Kəsişməsi. X çıxılsın 3 kiçikdir 4. X kiçikdir -3. Sağ tərəfə keçdikdə 4 üzərinə gəlinsin 3, yəni 7 olacaq. X böyükdür -4 üzərinə gəlinsin 3, yəni -1 olacaqdır. Keçirik ədəd oxunda qeyd etməyə. -1 və 7 olduğu üçün əvvəlcə -1-i qeyd etmək lazımdır, yəni kiçik olanı, sonra isə böyük olanı qeyd edəcəyik. -1 və 7-ni qeyd etdikdən sonra 7-dən kiçik ədədlər, 7-dən kiçik hissəni ştrixləyirik. -1-dən böyük ədədlər olduğu üçün -1-dən böyük hissəni ştrixləyirik. Kəsişmə tapmalı olduğumuzdan hər iki bərabərsizliyin ortaq həllərini tapmalıyıq. Yəni, ortaq həllər dedikdə həm birinci intervalın, həm də ikincinin ortaq olduğu həllər, yəni -1-dən 7-yə qədər olan hissə nəzərdə tutulacaq. -1-dən 7-yə qədər və açıq dairələrin, boş dairələrin içərisi olduğu üçün biz bunu açıq mötərizə daxilində yazırıq. Ən böyük tam həllini tapın dediyi üçün -1 və 7 arasında 7 daxil deyildir. Ən böyük tam həll bizdə 6 olacaqdır. Yəni, cavabımız A variantı olacaqdır. Modul bərabərsizlikləri izah etdikdən sonra keçirik irrasional bərabərsizliklər. İrrasional bərabərsizliklər adından da göründüyü kimi irrasional formada olacaqdır. Yəni, kök altında olan formalarla işləyəcəyik. Kök altında f(x) böyükdür a və yaxud da kök altında f(x) kiçikdir a.
İrrasional bərabərsizlikləri həll etmək üçün hər tərəfi kvadrata yüksəltməklə edəcəyik. Yəni, hər tərəfi kvadrata yüksəltdikdə kvadratla kök gedəcək, qalacaq f(x) böyükdür a kvadratı. Lakin kiçikdir a olduqda isə hər tərəfi kvadrata yüksəltmək lazımdır. Lakin həm də kök altı ifadəni cüt dərəcədən olduğu üçün onu sıfırdan böyük bərabər edib sonda həllərin kəsişməsini tapmalıyıq. Buna dair bir misala baxaq. Məsələn, 9-cu misala baxaq. Kök altında x çıxılsın 1-in kvadratı böyükdür 1 bərabərsizliyini həll edin. Bu bərabərsizliyi həll etmək üçün əvvəlcə kvadratla kökü aparırıq. Lakin bilirik ki, cüt dərəcədən ifadəmiz modulda çıxır. Yəni, modulda x çıxılsın 1 böyükdür 1-dən olacaq. Bu bərabərsizliyi həll etmək üçün modul bərabərsizliklər anlayışına qaydırıq. X çıxılsın 1-i böyükdür 1 edirik. X çıxılsın 1, bərabərsizliyimizin işarəsi və 1-in işarəsini dəyişib -1 edirik. Və sonda bizdən böyükdür olduğu üçün alınan həllərin birləşməsini tapacağıq. Həll edək. X çıxılsın 1 böyükdür 1 olduğundan x böyükdür 1 üzərinə gəlinsin 1, yəni 2 olacaq. X kiçikdir -1-in üzərinə 1 gəldikdə isə 0 olacaq. İndi isə bunları ədəd oxunda qeyd edək. Kiçik ədədimiz 0, digər ədədimiz 2 olduğu üçün 0, 2-ni qeyd edək. 2-dən böyük ədədlər tələb olunduğu üçün 2-dən böyük hissəni ştrixləyək. 0-dan kiçik tələb olunduğu üçün 0-dan kiçik hissəni ştrixləyək. Sonda bizdən birləşmə, yəni böyükdür olduğu üçün birləşməni tapmalı olduğumuzdan hər iki həllin cəmini birlikdə yazmalıyıq. Mənfi sonsuzluqdan 0-a qədər birləşir 2-dən müsbət sonsuzluğa qədər olacaq. Cavabımız mənfi sonsuzluqdan 0-a, 2-dən müsbət sonsuzluğa, yəni A variantı olacaq. İndi isə birinci misala baxaq. Birinci misalda bizdən kök altı bərabərsizlik verilib və kök altında 3x çıxılsın 5 kiçikdir. 3 bərabərsizliyinin ən kiçik tam həllini tapmaq tələb olunur. Bildiyimiz kimi kök altında ifadənin kiçikdir həllini tapmaq üçün biz əvvəlcə hər tərəfi kvadrata yüksəltməliyik. Digər tərəfdən isə kök altı cüt dərəcədən olduğu üçün biz onun içərisini 0-dan böyük bərabər etməliyik. Necə edirik? Kök altında 3x çıxılsın 5-in kvadratı kiçikdir 3-ün kvadratı. Kvadratla kökü atırıq. 3x çıxılsın 5 kiçikdir 9-dan. 3x kiçikdir 9-un üzərinə 5 gəldikdə, yəni -5-i sağ tərəfə keçirdikdə 14-dən, x də kiçikdir 14-ü 3-ə böldükdə 14 bölünsün 3 şəklində saxlayaq. X kiçikdir 14-ü 3-ə böldükdə 4 tam 3-də 2 olacaq. Aydındır ki, həllərimiz 4 tam 3-də 2 oldu və kök altı ifadəni biz 0-dan böyük bərabər götürməli olduğumuz üçün, çünki cüt dərəcədən kökün altı mənfi ola bilməz. Bunu həll edək. 3x böyük bərabərdir 5-dən. X böyük bərabərdir hər tərəfi 3-ə böldükdə 5 bölünsün 3. 5-i 3-ə böldükdə isə 1 tam 3-də 2 alınacaq. Bu bərabərsizliklərin kəsişməsi tapıldıqda 1 tam 3-də 2-dən böyük, 4 tam 3-də 2-dən kiçik ədədlər soruşulduğu üçün bunların kəsişməsi 1 tam 3-də 2-dən bərabərdir işarəsi var, qapalı mötərizə 4 tam 3-də 2-yə qədər olacaqdır.
4,3-də 2 bərabərsizliyinin bərabərdir işarəsi yoxdur deyə açıq mötərizə daxilində 1,3-də 2 və 4,3-də 2 arasında bərabərsizliyinin ən kiçik tam həllini tapın. 1,3-də 2 və 4,3-də 2 arasında isə ən kiçik tam həllimiz 2-dir. Buna görə cavabımız 2 olacaq. Bərabərsizliklər mövzusunun sonuna çatdıq. Ümid edirəm ki, bu video sizin üçün çox maraqlı olmuşdur. Gələn görüşlərə dək sağ olun.